Değerli dostlar, hər birinizi Montenegro'dan bir daha salamlayıram. Не, возьми провод с собой, да. Да, конечно, кто заполнял. Var yuyub gətirəcəklər. Gördüyünüz kimi baxın. Apardılar yumağa. Hə, yusunlar, təmizləsinlər, yəni təmiz formada qəbul eləyək. Biraz dünən yağış olub burada bir balaca. Ona görə tozludur. Yuyub gətirəcək oğlan. İçəridə isə rus sözündən desə oformleniya işləri gedir. Yəni bizim adımızla maşını rəsmiləşdirirlər. Dostlar, baxın, dəniz səviyyəsindən ən azı 1000 metrə yuxarıdayıq da, görünəcək yollardan gedir. Bura serpantin deyirlər, belə yollar, dar yollardır. Zava iş başına, oyda Yol çox dardır, gərək ehtiyatlı olsun. Çox ehtiyatlı. Sonda kanat yolu var. Maşınla götürmüşsə rentakar sərf edir, çünki kanata əlavə pul verməyəcəksiniz. Amma belə turla gəldiyiniz halda 20 eurodur kanat. Ona görə maşınla gəlməyə sərf edir. Yəni gəlməyiniz daha məsləhət. Hələ maşın özünüzdə, hara istəyirsiniz, nə qədər istəyirsiniz, hara istəyirsiniz gedə bilirsiniz. Çox dardır. Qabaqdan maşın gəlsə, ancaq dardır yolu. Qalır. Biz bugün ərzində bir çox yerlərə səyahət etdik və maraqlı gün keçdi. Günün sonunda sizlər üçün qısa vlog hazırladıq ki, bizim gəzdiyimiz yerləri, gördüyümüz gözəllikləri sizlərlə bölüşək. Dostlar, həqiqətən məsləhətli yerdir. Montenegroya yolunuz düşsə, mütləq Perasda baş çəkin. Qala haqqında danışmaq istəyirəm. Qalanın yaranması, yəni bura gələndə, bura çox düzdür, mən daha yaxın nəzərdə tutdum ki, daha yaxın olacaq, amma daha yaxın deyilmiş. Biraz uzaqda da dənizin içindəki qala. Onun yaranması haqqında danışmaq istəyirəm ki, yaranması deyilənə görə hər dəfə bir balıqçı hər dəfə balıq tutmaq üçün gedərkən daş atıb ora. O daşları hər dəfə yığıla böyük bir quru sahə yaranır və orada elə bir qala tikiblər. Yəni deyilənə görə belədir. Çox gözəl, biraz İtaliya havası yaradır bura, gəlmək məsləhətdir. İndi siz də baxın, özünüzü burada hiss edin və mənzərədən zövq alın.